Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən Bonte adlı restoranın tavanı uçub. Günün Səsi İnfonun məlumatına görə hadisə nəticəsində işçilər xəsarət alıb. Restorana çağırılmış təcili tibbi yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırılıb. Onların başına dikiş qoyulub. Sayt hadisə ilə bağlı Bonte'nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib. O bildirib ki, tavanın çökməsi nəticəsində bir nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır. Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib. Hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb. Birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Royal Bayramovun səhhəti dərs vaxtı anidən pisləşib. Hadisə yerinə təcili yardım maşını çağırılsa da onun öldüyü məlum olub. İlkin məlumata görə tələbə ürək tutmadan həyatını itirib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb. Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində baş vermiş qəzada yaralanan gənc vəfat edib. Hadisə zamanı Chevrolet markalı avtomobillə Toyota toqquşub. Nəticədə Chevroletin xəsarət alan 26 yaşlı sürücüsü Rəfa Rizvanoğlu Ağalı yerləşdirildiyi xəstəxanada ölüb. Qeyd edək ki, mərhum Müsavat Partiyasının Oğuz rayon təşkilatının sədri Rizvan Ağayevin oğludur.